Bərdə rayon İcra Hakimiyyəti başçısının Cəyirli kəndində səyyar qəbul görüşü keçirilib. Keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatların, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində icra olunan layihələrin hər bir yaşayış məntəqəsini əhatə etdiyini vurğulayıb və Cəyirli kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib. Görülən işlərdən məmnunluqlarını bildirən sakinlərin daha sonra təklif və şikayətləri dinlənilib. Bir ədəd avtobus dayanacağının quraşdırılması, yeni tibb məntəqəsinin tikilməsi, subartezian quyusunun kolonunun bərpa edilməsi, elektrik şəbəkəsində olan nasazlığın aradan qaldırılması, fərdi yaşayış evinə qaz sayğacının quraşdırılması, dren kanalının lildən təmizlənməsi, qaz xəttinin yenidən dəyişdirilməsi ilə bağlı müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Vüsal Rafiqoğlu, Rauf Qarabağlı, Vəfa Hüseynova, Aran TV Bərdə.